Yəni biz hadisələrlə rastlaşırıq, orada bir düşüncəyə çatırıq və ya bir kəsdən bir şey götürürük və ya nə bilim orada başımıza bir şey gəlir. Ondan bir dəyərə çatırıq, bir düşüncəyə çatırıq. Onu zaps edirik içəri, belə olur dildə desə və gələn dəfə artıq fikirləşmir. Yəni beyin deyir ki, dayan narahat olma, keçən dəfə olub yazmışam, mən eləyəcəm, sən işinlə məşğul ol. Və onda da biz həmin o parazit deyirsiniz. Biz onu parazit demirəm mən. Yəni mən qərarlar deyirəm, psixoloji qərarlar. Onlarla hərəkət edirik. Bilirsiniz, Wilson'un bir maraqlı bir yanaşması var. Deyir ki, insan beyni iki işə bölünüb. Düşünən beyin, icra edən beyin. Nə deməkdir bu? Deyir, bir insan bir yeni halla rastlaşanda düşünür. Yəni birinci dəfə nəsə bir şey eləyəndə siz görürsünüz, həmişə elədiyində düşünmürsən, yəni prost deyirsən, maşını sürməyə gəl davamlı sürürsənsə heç yadıma düşmür. Amma birinci dəfə maşını sürəndə da bilmirsən hara baxmayasan da, yəni ay rul düz tutmuşam yoxsa ora maşın vardı və s.